Salam, hər vaxtınız xeyir olsun. Kanalımın dəyərli izləyiciləri, əziz şagirdlər və 11-ci sinif buraxılış imtahanında iştirak etmiş şagirdlər. Bugün bilirsiniz ki, 9 mart 2025-ci il tarixində 11-ci siniflər üçün ikinci zonaya daxil olan məktəblər üçün buraxılış imtahanı keçirildi və bundan əvvəlki videoda mən 31-40-a qədər olan test tapşırıqlarının, yəni qrammatika suallarının izahını verdim. Kanalda istəsəniz onunla da tanış ola bilərsiniz. İndi isə hal-hazırda A variantı üzərindən bir il mətninə aid olan 41-50-ci saylı tapşırıqların izahını verirəm. Demək, mətni əgər tanışsınızsa siz, mətni oxumağa ehtiyac yoxdur. Sualların birbaşa mənimlə izahlarına baxa bilərsiniz. Yox, əgər mətni oxumamışsınızsa və videonu saxlayıb mətnlə tanış olub, daha sonra isə sualları birgə cavablandıra bilərsiniz. İndi isə keçək sualların izahına. Mətndə qısacası deyim ki, mətndə yəni bir insan deyəndə ki, Fuadın dərsdən əlavə gördüyü iş, ustalıq işi və onun maddi çətinlikləri, anasının həyatında və öz həyatında olan maddi çətinlikləri və öz yolunu, cığırını tapması qeyd olunmuşdur. Siz də mətnlə tanış olandan sonra daha aydın olacaq sizə. Demək, sualların izahına keçməzdən əvvəl qeyd edeyim ki, əgər videonu izləyirsinizsə videonu bəyənməyi, kanala abunə olmağı, şərh yazmağı, paylaşmağı unutmayaq və sizin fikirləriniz mənim üçün önəmlidir. Bundan əlavə isə videonun sonunda başlığında qoyacağım əlaqə nömrəsi ilə həm onlayn, həm də əyani dərslərimiz haqqında məlumat ala bilərsiniz. Keçək 41-ci saylı suala. Nə deyir? Deyir ki, mətnə əsasən Fuad obrazı ilə bağlı doğru fikirləri müəyyən edin. Birincidə deyir ki, universitetə daxil olmaq üçün biliyi kifayət etmir. Burada universitetə daxil olmaq üçün biliyini kifayət etməməsindən danışmırdı. Yəni, hətta onun haqqında məşhur riyaziyyatçı olacaq sözlərini də müəllimləri və sinif yoldaşları tərəfindən deyildiyini də yaddan çıxarmayaq ki, əgər biliyi çatmırsa, niyə belə bir şey desinlər onun haqqında. Ona görə bir yanlışdır. Qələmi biraz qalanlaşdıraq. Bir demək yanlışdır. Biri çıxırıq. Biri çıxdıq. Sonra 2-də. İmtahandakı uğursuzluqdan sonra zavodda işləmək məcburiyyətində qalır. İmtahanda heç bir uğursuzluq yaşamır yəni. Yəni, qəbul imtahanına getməmişdim deyir. Yəni, anamın israrına fikir verməyərək qəbul imtahanına getməmişdim. Burada uğursuzluqdan sonra zavodda işləmək qərarına gəlməsi, əgər gedəydi ki, uğursuzluq yaşayaydı. Usta Səlimlə səmimi münasibət qurmağa nail olmuşdu. Bəli, burada deyir ki, baxın, qocaman usta ilə Usta Səlim məni son beşiyim adlandırdı. İkinci abzasda dərdimi, sərimi diqqətlə dinləyir, mənə öyüd verirdi. Bunu düzgün götürə bilərəm. Həqiqətən də səmimi münasibət qurmuşdu ki, onunla dərdini, sərini bölüşə bilirdi. İşin incəliklərini öyrənir. Bəli, incəliklərini öyrənir həqiqətən də. Ona görə burada olar 3-lə 4 cavab C variantı. Sonra 42-də deyir ki, mətnə əsasən boşluqların yerinə yazıla biləcək cümlələrin ardıcıllığını müəyyən edin. 4 dənə bizim boşluğumuz var. Bir burada, bir burada, burada və sonuncu isə burada. Gəlin sonuncuya baxaq. Deyir ki, baxın, bu bircə ildə çox şey öyrəndim. Həyat məktəbini keçdim. Möhkəm, zəif, saf adamlarla münasibət qurdum. Əsl kişilərlə çiyin-çiyinə çalışmağı, işləməyi öyrəndim. Ən əsası öz yerimdə olmağı öyrəndim. Baxın, bura qoyarıq. Bax, burada ən çətin, böhranlı vaxtımda əlimdən tutub mənə dəstək olan, qüvvət, mətanət hissi aşılayan insanları tanıdım. 3-ü demək ən sona qoysaq, 3-ü qoyuram sona. Sonra 3-dən əvvələ baxıram. Deyir ki, burada ustanı bu yolda çəkindirməyə təşəbbüs göstərməyi mənasız olduğunu düşünüb sustum. Buradan baxaq, görək nəyə qoyarıq bura. Burada deyir ki, onun əzabını, ağrısını artıq zavodda faydasız olduğunu düşünməsini anlayırdım. Demək, biri qoydum bura. Sonra, demək, baxaq indi bura. Burada deyir ki, mən çoxdan özümə oxşamıram, oğul. Görürsən, əlimə açar da almıram. Burada artıq zavod, yox, bu yox, bir dəqiqə. Qabaqçı kimi işləyə bilməyən barmaqlarım sözümə baxmır. 4-ü qoydum. Sonra 4-dən əvvələ bir dənə qaldı. Bir dənə də burada qalır ki, briqada yoldaşlarım, qocaman usta, Səlim, Muxtar, Əhəd işin incəliklərini mənə öyrətdilər. Baxın, burada bunu qoyarıq da, bunun yerinə ki,
Artıq zavodda işlədiyim bir neçə gün idi. Briqada yoldaşlarım qocaman usta mənə işin incəliklərini öyrətdilər. 2-ni də qoyuram bura. 2, 4, 1, 3. Cavab olacaq C variantı. Sonra 43-ə baxaq. 43-də nə istəyir bizdən? Qələm biraz. Mətnə əsasən cədvəldəki uyğun fikirləri. Baxaq. Müəllimləri Fuadın gələcəyi ilə bağlı yüksək fikirdə idilər. Bəli, həm müəllimləri, həm də burada deyil müəllimləri və sinif yoldaşlarını eşitdiyim Fuad məşhur riyaziyyatçı olacaq. Bax, bu fikir düzgün idi. Bəli, məlumat var idi bu haqda. Sonra 2-də deyir ki, Fuad zavodda maşın qayırma sahəsində çalışır. Bu barədə heç bir şey yoxdur ki, burada maşın qayırmada çalışır, yoxsa harda çalışır. 2 ilə olan variantları çıxaq. Aha. Sonra baxıram 3-ə. Fuad zavodda gələndə usta Səlim düşünmüşdü ki, nə vaxtsa onu Fuad əvəz edəcək. Burada o deyirdi onu. Deyir ki, baxın, bir dəqiqə həmin o hissəni tapım sizə göstərim. Deyir ki, niyə? Yoxsa mənə inanmırsan, bacarığıma inanmırsan? İnanıram, hamımız inanırıq. Hətta sən bura gələndə düşünmüşdüm ki, nə vaxtsa məni sən əvəz edəcəksən. Bu barədə demək, Səlimin fikri var idi Fuad haqqında. 3-ü götürürəm. Sonra 4-ə baxıram, mətndə məlumat yoxdur. Fuad ailəsinin yeganə övladı deyil. Bəli, bu barədə məlumat var. Deyir ki, qardaşımla məni tək böyütmüş anam. Ona görə bu düzgündür və bu barədə məlumat var. 5-ə baxıram, ustanın gedişindən sonra işçilərdən biri onun yerinə keçir. Bu barədə heç bir məlumat yoxdur. Yəni ustanın çıxışı var burada. Yəni mən gedirəm deyir. Hara gedirsən ki, yəni bu kişi nə vaxt deməsinlər ki, nə vaxt qulağım eşidə ki, bu kişi nə vaxt gedəcək. Yəni çəkindirməyin mənasız olduğunu düşünür və yoldan çəkilirlər. Ondan sonra isə o barədə məlumat vermir. 5 yoxdur. Briqadanın digər üzvləri də qoca ustanın işdən getməsinə qarşı idilər. Bu barədə də bir məlumat yoxdur, yəni həqiqətən də. Olmayanlardan buradan götürək 5-i, 6-nı. Aha, olanlardan isə 1-i, 3-ü və cavab D variantı. 44-ə baxaq. Hansı cümlədə mətndə üzərində rəqəm yazılmış sözlərdən heç birinin mənasına uyğun söz işlənməmişdi? Baxaq, mətndə işlənmiş sözləri yazaq bura. Sonra isə bir-bir aydınlaşdıraq. Demək, üzərində rəqəm yazılmış sözlər, hüzün demək ikincidir, birinci hardadır, bir dəqiqə. İsrar, israr sözüdür. İsrar, hüzün sözüdür. Hüzün. Sonra qıvraq, ovqat. Qıvraq və ovqat sözləridir. Gəlin baxaq görək hansı mənası düzgün işlənməmişdir. Armud, Almurad. Almurad nə idi? Almurad çevik hərəkətlə qalxıb ata mindi. Çevik hərəkətlə yəni qıvraq da, qıvraq mənasında burada var. Müğənninin səsi insana kədər gətirirdi, hüzün gətirirdi, var. Əhvalının xoş vaxtında heç nəyə etiraz etməzdi. Yəni əhvalının ovqatının xoş vaxtında C-də çıxıram. Rəisin təkidinə baxmayaraq şinelini götürmək istəmədi. İsrarına baxmayaraq təkiddir. Zavod sanki canlanmışdı, intensiv iş gedirdi. Heç birinə uyğun deyil. Y variantı. 45. Mətnə əsasən səbəbini müəyyən etmək mümkün deyil. 45-ci sualda birdə deyir ki, ustanın işdən getməsinin səbəbi məlum idi ki, deyir ki, deməsinlər, istəmirəm qulağım eşidə, bu kişi nə vaxt gedəcək desinlər. Ona görə bir məlumdur. Yəni, səbəbini müəyyən etmək mümkündür. Ona görə birləri çıxaq. 2-də ananın işdən çıxmasını. Ana işdən çıxmışdı. Bir neçə ay əvvəl ana işdən çıxmışdı. Amma bilinmir nəyə görə çıxmışdı. Ona görə 2-ni götürürəm. Çünki müəyyən deyil. Gəlin minus qoyaq, daha sonra seçərəm cavabları. Aha. Fuadın zavodda işləmək qərarı bəli, deyir ki, anam məni qardaşımla tək böyütmüşdü, çox çətinliklər görmüşdü və anama dəstək olmaq istəyirdim. Burada var idi, dəstək olmaq istəyirdim. Ona görə bu var idi. 4-də ananın övladlarını tək böyütməsinin səbəbi yox idi. O, yəni yoldaşı müharibədə mi ölmüşdü? Hər hansı bir əcəli ilə mi ölmüşdü? Yoxsa ayrılmışdılar? Bu barədə yəni biz ehtimal irəli sürə bilərik. Yoxdur səbəb. Fuadın öz işi ilə bağlı məmnuniyyətinin, bunun da bəli var idi ki, yəni qısası yerimdə olmağı öyrəndim də. Ki, yəni bir il ərzində hər şeyi öyrəndim. Zəif, saf adamlarla, möhkəm iradəli adamlarla, əsl kişilərlə çiyin-çiyinə vuruşdum və məmnun idi, bəli. Səbəbi də məlum idi. Demək, 2 ilə 4-ün səbəbi məlum deyil burada. Cavab B variantı. 46-50 sayılı tapşırıqla cavab verəqində cavablandırmaq demək, xahiş olunur sizdən. Mətnə əsasən əvvəlində işarə qoyulmuş ifadənin mənasını müəyyən edim yazın. Burada mətndə əvvəlində işarə qoyulmuş bu qulağından girib o qulağından çıxmaq, yəni saymamaq mənasındadır. Saymamaq, vecinə almamaq,
vecinə almamaq, dinləməmək, dinləməmək mənasındadır. Yəni bunlardan hər hansı birini yazsaz düzgün götürəcəklər. Mətnə əsasən cədvəl verib, cədvəli görmədiyim üçün cavablandıra bilmirəm. Mətnə əsasən Eyler-Venn diaqramı da eyni qaydadadır. Yəni şərhlərdə yazsanız köməkli göstərmək olar. 49-da insan həyatda öz yerini tapanda əsl xoşbəxtliyə çatır aforizmi mətnlə əlaqələndirib fikirlərinizi yazın. Bunu bilirsinizmi nə formada yazmalıydınız? Yəni burada nə deyir? Deyir ki, qısası öz yerimdə olmağı öyrəndim. Baxın, sonu bununla nəticələnir. Buradan da belə çıxır ki, insan nə qədər də çətin işlərdə işləsə, yəni bu o demək deyil ki, insan çətin işdə işləyirsə onun yeri ora deyil. Çünki burada bizə onsuz da məlumat verir ki, müəllimləri və sinif yoldaşlarından Fuad məşhur riyaziyyatçı olacaq fikrini eşidirdim. Yəni ustanın da onu dəyərləndirməsi ki, sənin yerin bura deyil, sənin yerin yəni alim olmaqdır. Ona görə insan öz yerini aid olduğu hansı işi ki daha yaxşı bacarır, hansı işdə ki daha müvəffəq olacaq və hansı işdə ki parlayacaq, bax onun dalınca getməlidir. Fuad kimi. Yəni Fuadla əlaqələndirib yaza bilərdiniz bunu. 50-də deyir ki, altından xətt çəkilmiş cümləni mətnin səciyyəvi üslubu xüsusiyyətlərinə uyğun zənginləşdirməklə yazın. Baxın, burada altından xətt çəkilmiş cümlə, burada deyir ki, bu hissəni bir dəqiqə pozaq. Aha. Burada deyir ki, indi mən anama dəstək olmaq istəyirdim. O qardaşımla məni tək böyütmüş, çox çətinliklər görmüşdü. Baxın, bu mətn bədii mətindir. Bədii mətn olduğuna görə məcazi mənalı sözlərlə, yəni bu mətni zənginləşdirməliyik üslub baxımından. İndi mən yəni ananın qabağında məsələn qoya bilərik ki, bizi saxlamaq üçün dəridən qabıqdan çıxan anama dəstək olmaq istəyirdim. Arxa durmaq istəyirdim mənasında, yəni. Dəridən qabıqdan çıxan anama bu formada. O qardaşımla məni tək böyütmüş. O qardaşımla məni boya başa çatdırmış. Çox çətinliklər görmüşdü formasında isə çox dolambac yollardan keçib çox çətinliklər görmüşdü. Məsələn, bu formada yaza bilərik yəni bunu. Sadəcə qarşısına məcazi mənalı sözlər artırmaqla mətni zənginləşdirə bilərsiniz. Demək, 41-50-ci saylı tapşırıqlar bu qədər. Mətnin, bir il mətninin izahı bu qədər. Videonu bəyənməyi, kanala abunə olmağı, şərh yazmağı unutmayın. Digər mətni isə digər videoda izah edəcəm.